Amerika prezidenti Donald Trump həmkarı Putinə müraciət elədi. Vladimir, dayan. Gündəm xəbər Azpost infoya istinadən xəbər verir ki, belə ki, Amerika prezidenti Donald Trump Kiyevdə ən azı 8 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra Rusiyalı həmkarı Putini qınayıb. Trump Trust Social səhifəsində hücumların lazımsız olduğunu və uğursuz olduğunu adlandırıb. Vladimir, dayan. Hər həftə 5000 əskər ölür deyə Trump Putinə müraciət eləyib. Hücum Ukrayna prezidenti Vladimir Zelenskini Cənubi Afrikaya rəsmi səfərini yarımçıq qoymağa vadar eləyib. O bununla bağlı sosial hesabında paylaşım eləyib. Bundan əvvəl Trump Zelenskini Krımı mümkün razılaşmanın bir hissəsi kimi təslim etməkdən imtina etməkdə də günahlandırıb.